Qalatiyalılara məktub. 6-cı fəsil. Bir-birinizin yüklərini daşıyın. Qardaşlar, əgər bir adam bir təqsir üstündə tutulsa, siz ruhanilər onu həlimlik ruhu ilə bərpa eləyin. Sən də sınağa düşməmək üçün özünə fikir ver. Bir-birinizin yüklərini daşıyın və bu yolla Məsihin qanununu icra eləyin. Çünki əgər kimsə heç olduğu halda özünü əhəmiyyətli sanırsa, öz-özünü aldadır. Qoy hər kəs öz əməlini yoxlasın və onda başqasının elədikləri ilə deyil, yalnız öz elədikləri ilə fəxr eləyəcək. Çünki hər kəs öz üzərinə düşən yükü daşımalıdır. Kəlam haqqında təlim alan, təlim verənlə hər cür neməti bölüşdürsün. Aldanmayın. Allaha istehza edilməz. Çünki insan nəyi əkərsə onu da biçəcək. Öz cismani təbiəti üçün əkən bu təbiətdən məhv biçəcək. Ruh üçün əkənsə, ruhdan əbədi həyat biçəcək. Yaxşılıq eləyərkən ruhdan düşməyək. Çünki əgər həvəsdən düşməsək, vaxtında biçərik. Buna görə də nə qədər fürsətimiz varsa, hamı üçün, xüsusən imanlılar ailəsi üçün yaxşı işlər görək. Son öyüdlər və salamlar. Baxın, sizə öz əlimlə necə böyük hərflərlə yazdım. Zahirən və cismən yaxşı təsir buraxmaq istəyənlər yalnız Məsihin çarmıxı üzündən təqib olunmamaq üçün sizi sünnət olunmağa məcbur eləyirlər. Axı sünnət olunanların özləri də qanuna riayət eləmirlər. Lakin sizin sünnət olunmanızı istəyirlər ki, sizin cisminizlə öyünsünlər. Mənsə Rəbbimiz İsa Məsihin çarmıxından başqa şeylə əsla öyünmərəm. Bunun vasitəsi ilə dünya mənim üçün çarmıxa çəkildi, mən də dünya üçün çarmıxa çəkildim. Çünki əhəmiyyət kəsb eləyən sünnətlilik yaxud sünnətsizlik deyil, yeni yaradılışdır. Nə qədər bu qaydaya riayət eləyənlər varsa, onların üzərinə, Allahın İsraili üzərinə sülh və mərhəmət gəlsin. Bundan sonra qoy heç kim mənə əziyyət verməsin. Çünki mən İsa'nın yara izlərini bədənimdə daşıyıram. Qardaşlar, Rəbbimiz İsa Məsihin lütfü ruhunuza yar olsun. Amin.